Biz bugün cədvəl informasiya modelindən çətinlik törədən testlərin izahına baxacaq. İlk olaraq bizdə gəlir 6. Yəni bu sizin belə deyək, işləyərkən buraxdığınız səhvlərə əsaslanır. 6. Biri informasiya modelinin növü deyil. İnformasiya modelinin təqdim etmə üsulları var idi. İnformasiya modelinin təqdim etmə üsulları hansılar idi? Bizdə sözlə təsvir idi. Ondan sonra cədvəllə, sxemlə, bir də şəkillə təsvir var idi da. Qrafik şəkildə, şəkildə təsvir var idi. Biz də demişdik ki, qlobus bizdə bax formasına görə yer kürəsinə oxşur, düzdür? Maddi modelin tərifi var idi. İki tərəfində deyilirdi ki, orijinalın, yəni prototipin həndəsi fiziki xüsusiyyətlərini özündə əks etdirir. Həndəsi nədir? Yəni forması. Formasını əks etdirir mi yer kürəsinin? Ona görə də bizdə düzgün cavab olaraq qlobus götürürük. Qlobus maddi modelidir. Sonra baxaq 7-ci testdə. Eyni şeydir, oxşar bir testdir. Cədvəl informasiya modelinə aid deyil. Biz baxsaq burada nə görürük? Til var. Til bizdə nəyə aid idi? Qrafa aid. 8-ə baxırıq. Bir qədər kiçildək ki, o tərəfdə də görə bilək. Aha. 8-ə baxırıq. 8-də biz həll eləmək üçün cədvəl çəkəcəyik. Deyir, Yusif, Elşən, Xədicə, Ayan, Turanə. Yazırıq. Yusif, Elşən, Xədicə, Turanə, bir kimi idi, Ayan. Bunlar bizdə hərəsi bir fəndən yer tutdular. Baxırıq, hansı fənlərdir? Fənləri bu tip sualları belə həll etmək daha asandır. Riyaziyyat, informatika, biologiya, tarix, coğrafiya. Biologiya, tarix, coğrafiya. Belə bir şəkildə cədvəl yazırıq. İndi baxaq, bizdə nə deyir? Yusif Xədicə ilə Elşən isə Ayanla bir sinifdə oxuyur. Deməli, Yusif Xədicə ilə Yusif işarəli Xədicə, Elşən işarəli Ayanla bir sinifdə oxuyur. Yusif informatika fəndinin üzrə olimpiyadaya hazırlaşır. Yəni, Yusif bizdə informatikaya hazırlaşır. Qalanlarına biz X qoyduq. X deyənə daha sonra çıxaq qoyduq. X-i qoyduq hazırlaşdığına. Sonra bizə deyir, coğrafiya fəndi üzrə olimpiyadaya hazırlaşan şagirdin oxuduğu sinifdə olimpiyadaya hazırlaşan başqa bir şəxs yoxdur. Yəni, burada baxsaq, Yusif də bizdə Xədicə bir sinifdə oxuyur. Elxanla da Ayan bir sinifdə oxuyur. Başqalarla bir sinifdə oxumayan bizdə bir dənə Turanədir. Turanə deməli bizdə nəyə hazırlaşır? Coğrafiyaya hazırlaşır. Digərlərini siyahıdan çıxartdıq. Sonra yuxarı baxaq. Tarix olimpiyadasına hazırlaşan şəxs Elşənlə sinif yoldaşıdır. Elşənin sinif yoldaşına baxdıq, Ayan. Ayan bizdə tarix olimpiyadasına hazırlaşır. Digərlərini çıxartdıq. Yaxşı. Sonra deyir, riyaziyyat olimpiyadasına hazırlaşan oğlandır. Baxırıq, bizdə heç bir şeyə nəyə hazırlaşdığını bilmədiyimiz 2 nəfər qalıbdır. Elşəndir, bir də Xədicədir. Bizdə də deyir, oğlandırsa, riyaziyyat olimpiyadasına hazırlaşan, deməli bu Elşəndir. Xədicə də uyğun olaraq biologiyadan olimpiyadaya hazırlaşır. İndi biz baxsaq, deməli, informatikada bizdə hazırlaşan Yusifdir. Yusif informatika, Elşən riyaziyyat, Ayan bizdə tarix, Yusif informatika, Elşən riyaziyyat, Ayan tarix hansı variantdadır? Variantlara baxırıq. C variantı. Ayan tarix, Xədicə biologiya, Turanə də coğrafiyadan hazırlaşır. Aydındır mı? Okey. Sonra keçdik 9-cu suala. Oxşar bir sualdır. Anar, Eltaz, Nurlan, Vəkil, bir də İman. 5 yer tutdu. İlk 5 yer tutdular. Deməli, Anar, Eltaz, Nurlan, Vəkil, bir də İman. Bunlar yarışda bizdə 5 yer tutdular. 1, 2, 3, 4, 5. Eyni qaydada biz yazdıq. Eyni qaydada yazdıq. İndi baxaq. Vəkil Eltajdan daha aşağı yer tutdu.
Vəkil eltajdan daha aşağı yer tutdusa, deməli, vəkil birinci yeri tuta bilmir. Düzdür? Minus qoyduq. Eltaj da bizdə deməli, axırıncı yer tuta bilmir. Vəkil eltajdan daha aşağı yer tutdu. Anardan isə daha yüksək yer tutdu. Deməli, vəkil axırıncı yerdə tuta bilmir və eltaj da vəkildən anardan yuxarı yer tutduğuna görə bizdə dördüncü yeri tuta bilmir. Sonra deyir, nə Nurlan, nə də İman anardan yüksək yer tutmayıblar. Deməli, nə Nurlan, nə də İman anardan yüksək yer tutmayıblarsa, anar bizdə son iki yeri tutmayıbdır. Nurlanla İman da bizdə ilk birinci yeri tutmayıblar. İman axırıncı yeri tutmadı. İman bizdə axırıncı yerdə tutmayanda, axırıncı yerə bizdə kim qalır? Axırıncı yerə baxsaq, bir dənə bizdə qalır Nurlan. Yaxşı. Axırıncı yerə bizdə Nurlan. Məsələnin şərtinə baxsaq, görürük ki, deyir, vəkil eltajdan aşağı yer tutur, anardan da yuxarı yer tutur. Anarın qabağına baxsaq, anar son iki yer tuta bilmir, düzdür? Deməli, anardan qabaqda da iki nəfər olduğuna görə anar bizdə olur üçüncü. Digərlərini üçü bağlayırıq. Vəkil deyir, eltajdan aşağı yer tutur. Onda vəkilə bizdə qalır, ikinci yer qalır. Digərlərini bağladıq. Eltacı da bizdə birinci yer qalır. Digərlərini bağladıq. Avtomatik olaraq İmana da bizdə bir dənə qalır. Dördüncü yer. Uyğun variantı tapırıq. Bu da A variantı. A. Bu da A variantı eləyir. Aydındır. Kimin səhv idi bu? Sən də səhv yazmışdın onu. Aha. İçəris testi idi, 9 idi, değil mi? Sonra keçirik 19'a. Kimin səhv idi? Okey. Eyni bayaqki kimi biz Aygün, Sevinç, Samir, Hacı və Rəşad. Hacı və Rəşad bizdə deməli nədir? Bunlar 5 rayondandılar, düzdürmü? Hansı rayonlardır? İsmailli, Bakı, Tovuz, İsmailli, Bakı, Tovuz, Goranboy və Quba. Goranboy və Quba. Okey. Gəlin baxaq. Aygün və Sevinç ilk dəfə Bakıda universitetə qəbul olan zaman olublar. Deməli, Aygünlə Sevinç bizdə Bakıdan deyil. Düzdürmü? Hacı və Rəşad isə Goranboy və Tovuza heç getməyiblər. Hacı ilə Rəşad nə Goranboydan deyirlər, nə də Tovuzdan deyirlər. Samir və Sevinç bir neçə dəfə Qubada və Tovuzda olublar. Deməli, Samirdən Sevinç Quba və Tovuzdan deyirlər. Okey. Baxsaq görərik ki, bizdə Tovuza bir dənə qaldı Aygün. Aygün bizdə Tovuzdandır. Digərlərini çıxartdıq. Sonra davam edirik. Samir, Rəşad və Hacı İsmailliyə heç getmədiklərini dedilər. Samir, Rəşad və Hacı İsmaillidən deyirlər. Samir, Rəşad və Hacı İsmaillidən deyil. Onda İsmailliyə bir dənə baxırıq ki, qalır kim? Sevinç. Sevinç İsmaillidandır. Bunu çıxartdıq Goranboydan. Goranboyda bizdə qalır bir dənə Samir. Bunu da çıxartdıq. Bizdə iki nəfər qaldı. Hacı və Rəşad. Hacı həmçinin Qubanı görmədiyini dedi. Hacı bizdə Qubadan da deyilsə, Hacıya qaldı bir dənə Bakı. Bakını Rəşaddan çıxartdıq. 22-ci test mən deyərəm ki, burada ən fərqli testlərdən biridir. Burada biz iki cədvəlin köməyi ilə yazırıq. Bir cədvəli biz saat cədvəli götürəcəyik, bir cədvəli də telefon cədvəli götürəcəyik. Deməli, bizdə 4 qardaş var. Fuad, Musa, Səlim, Nail. Fuad, Musa, Səlim, Nail. Biz yuxarıda yazırıq. Fuad, Musa, Səlim, Nail. Bu bizdə olacaq deməli saat cədvəli. Kim kimin saatını götürdü. Aha. Eyni cədvəlin bir dənəsini aşağıda yaradırıq.
Fuad, Musa, Səlim, Nail. Fuad, Musa, Səlim, Nail. Bu bizdə olacaq saat cədvəli, bu da bizdə olacaq telefon cədvəli. Düzdürmü? Biz bilirik ki, heç kim özünkünü götürməyib. Ona görə biz burada diagonallara minus qoyduq. İndi baxaq. Deməli, və birinin nəyinisə də digər ikisi götürmür. Biri digərinin iki nəyinisə götürmür. Hərə bir şey götürür. Ayrı-ayrı adamlardan. Deməli, bizdə deyir ki, Fuadın saatını götürən qardaş Musanın telefonunu götürüb, Səlim isə Nailin telefonunu götürüb. Gəl burada dəqiq bildiyimizdən başlayaq. Telefon cədvəlində Səlim deyir Nailin telefonunu götürdü. Səlim Nailin telefonunu götürürsə bunu x deyirik, digərlərini minus deyirik. Və Səlim Nailin telefonunu götürübsə, Səlim Nailin saatını götürə bilməz. Düzdür? Ona görə burada Nailə biz minus qoyduq. Sonra nə deyir? Fuadın saatını götürən qardaş Musanın da telefonunu götürübdür. Deməli, biz bilirik ki, Səlim Nailin telefonunu götürdüyünə görə Səlim Fuadın saatını, Musanın telefonunu götürür. Telefon cədvəlini zaten biz onu işarələmişik. Fuadın saatını götürə bilmir. Səlimə, Fuadın saatına biz minus qoyduq. Onda baxsaq görək ki, Səlim bizdə Musanın saatını götürür. Düzdürmü? Səlimə Musanın saatına x qoyduq, yəni ki, onundur. Yuxarıda minus qoyduq. Fuad da deyir, bir qardaşın telefonunu götürübdür. Yəni, Fuad Musanın telefonunu götürə bilmir. Onda baxsaq telefon cədvəlinə Fuad bir dənə bizdə qalır, Səlimin telefonunu götürübdür. Səlimə digərlərinə minus qoyduq. Fuad Səlimin telefonunu götürübsə, Fuad Səlimin saatını götürə bilmir. Onda belə çıxır ki, Fuad Nailin saatını götürüb. Düzdürmü? Digərinə Nailə minus qoyduq. Onda Səlimin saatını götürən kim oldu? Səlimin saatını götürən Musa oldu. Burada minus qoyuruq. Saat cədvəlinə baxsaq, görərik ki, Nail Fuadın saatını götürübdür. Yaxşı. Nail Fuadın saatını götürübsə, Nail Fuadın telefonunu götürə bilmir. Onda baxsaq, bizdə Nail kimin telefonunu götürübdür? Nail Musanın işarə səhv qoydu. Nail Fuadın telefonunu götürə bilmir, Musanın telefonunu götürübdür. Zaten bizdən də sorulsun ki, Nail kimin telefonunu, kimin saatını götürüb? Nail biz tapırıq ki, Fuadın saatını, Musanın da Nail Fuadın saatını, Musanın da telefonunu götürübdür. B variantı. İki cədvəldir həll edirik bu tip misalları. Burada ən fərqli suallardan biridir. 27-yə baxırıq. Okay. Deməli, baxırıq. Bizdə A, B, C, D, E, F, G adlı piştaxtalar var. Yazırıq A, B, C, D, E, F və G. Bunlar uyğun olaraq bizdə 1, 2, 3, 4, 5, 6 və 7 nömrələri ilə nömrələnibdir. Biz bilirik ki, yanaşı ən çoxu, bunlar meyvə və tərəvəz satılır. Yanaşı piştaxtalarda ən çoxu ikisində eyni şey satıla bilər. Yəni ikisində meyvə və yaxud da ikisində tərəvəz satıla bilər. İndi baxırıq. 3 dənə və daha çox yanaşı yoxdur. 2 və 3-cü piştaxtalarda meyvə satılır. 2 və 3-ə biz meyvə yazsaq, 1-dən 4 bizdən olacaq avtomatik tərəvəz olacaq. Düzdürmü? B və D adlı piştaxtalarda tərəvəz satılır. B ilə D-də bizdə tərəvəz satılırsa, biz bildik ki, 2 ilə 3-də meyvə satılır, düzdür? B ilə D bizdə 2 ilə 3 ola bilmir deməkdir bu. Sonra E piştaxtası 4-cüdür. E-yə baxırıq biz, E 4-cüdür. Burada qalanlarını biz çıxartdıq.
F piştaxtasından dərhal əvvəl C, dərhal sonra isə B gəlir. Deməli, F piştaxtasından dərhal əvvəl C, dərhal sonra isə B gəlir. Burada belə çıxır ki, F bizdə birinci və axırıncı ola bilmir. A piştaxtası G piştaxtasından əvvəl yerləşir. A G-dən əvvəl yerləşir. Buna qayıdarıq. 7-ci piştaxtada bizdə tərəvəz satılır. Burada biz bir tərəvəz işarələdik. İndi bir də baxırıq. Deməli, bizdə deyir ki, F piştaxtasından dərhal əvvəl C və dərhal sonra B gəlir. Deməli, C bizdə axırıncı ola bilmir. B də bizdə birinci ola bilmir. Düzdürmü? B bizdə birinci zaten ola bilmədiyinə görə biz baxırıq, burada bir yer qalmışdır da B-yə. Biz baxırıq ki, 3 dənə yer var. Deməli, onda bizdə bax bu 3 yerə götürəcək. Orada verilən C, F, B-ni bura götürürük. C bizdə olur 5. C bizdə olur 5. Qalanları çıxartdıq. F bizdə olur 6. Qalanları çıxartdıq. B də bizdə olur 7. B də zaten bir dənə 7 qalır. Qalanlarını çıxartdıq. İndi bizdə harada olduğu bilinməyən neçə piştaxta qalıbdı. Bunu buradan çıxartdıq. D minus qoymamışam. D bizdə olur onda birinci piştaxta. Qalır bizdə deməli A və C piştaxtaları. Düzdürmü? Bizə deyir ki, A piştaxtası G-dən əvvəl yerləşir. Onda A piştaxtası bizdə 2-dədir. G piştaxtası da bizdə 3-dədir. Buna uyğun olaraq götürürük ki, deməli, 1 bizdə D-dir. Yazaq bura. 1 D-dir. 2 bizdə gəlir A-dır. 3 bizdə gəlir G-dir. 4 bizdə gəlir neçə eləyir? E eləyir. 5 bizdə gəlir C eləyir. 6 bizdə F-dir. 7 də bizdə B-dir. 7 də bizdə B-dir. Aha, C variantı. 28-ci sual belədir. Aliyə, Ayla, Dəniz, Daniyil, daha doğrusu Mehriban, Səfər öz dostlarına hədiyyə alırlar. Deməli, yazırıq. Aliyə, Ayla, Daniyil, Mehriban və Səfər dostlarına hədiyyə alırlar. Bunlardan ticarət mərkəzində 1, 3, 5, 7 və 8 saat keçirlər. 1, 3, 5, 7 və 8. Okey. Ayla ticarət mərkəzindən sonuncu çıxmır. Yəni, Ayla bizdə deməli 8 saat keçirmir. Okey. Mehriban ticarət mərkəzində Danildən dərhal sonra, Ailədənsə əvvəl çıxır. Deməli, bizdə ardıcıllıq belə gəlir ki, Danildən sonra Mehriban, sonra da Ayladır. Düzdürmü? Hamıdan geç ticarət mərkəzindən Aliyə çıxır. Aliyə bizdə 8 saata çıxdı. Bunları minusladıq. Səfər ticarət mərkəzindən Ayladan 2 saat sonra çıxdı. Səfər 2 saat sonra çıxdısa, Səfər bizdə 1 saata çıxa bilməz. Düzdürmü? Və 8 saata da çıxa bilməz. 8 saat zaten minuslamışam. Eləcə də eyni. Səfər Ayladan geç çıxıbsa, Ayla da bizdə deməli 7 ola bilməz. Çünki zaten 8 bizdə çıxıbdı. 7 ola bilməz. İndi bir də baxırıq. Mehriban ticarət mərkəzində Danildən dərhal sonra Ayladan isə əvvəl çıxır. Bizdə bunlara Ayla bizdə axırıncı ola bilmirsə, Ayladan əvvəl Mehriban, Danildən də sonra çıxır. Yəni, Ayladan əvvəl bizdə 2 nəfər var. Mehriban və Danil. Düzdür? Mehriban onda bizdə olur 5. Ayladan isə əvvəl çıxır. Mehriban bizdə olur ondan qabaqçı. Yəni 3.
Danil də bizdə olur 1. Çünki bir Mehriban Danildən sonra çıxdı. Danil də bizdə olur 1. Danil bizdə oldu 1. Biz bura baxsaq, bizdə burada Mehribanı minus qoymamışıq. 7 sağda da bir dənə səfər qalır. Düzdürmü? Hamısını tapdıq. İndi bizdə deyir ki, səfər ticarət mərkəzində nə qədər vaxt keçirdi? 7 saat. Aydındır? Sonra bizə gəlir 29. Gülər, Sevinç, Fatimə, Alidə. Gülər, Sevinç, Alidə, bir də kim idi? Fatimə. Müxtəlif idman növləri ilə məşğul olurlar. Bunlar bizdə məşğul olur karate, judo, aikido və kung fu ilə. Aikido da idman növüdür, əlbəyaxa döyüşdür. Daha çox gücdən çox texnikaya əsaslanan döyüşdür. Əlbəyaxa döyüş növüdür. Nəysə. Eyni zamanda onların biri Çin, Yapon, Monqol və Tatar dillərindən yalnız birini bilir. Aikido idman növü ilə məşğul olan qız Tatar dilini bilir. Aikidoya biz buraya yazırıq Tatar dilini bilir. Bunu yadda saxlayaq. Gülər və Sevinç kung-fu və karatedə döyüşə bilmirlər. Gülər də Sevinç, birinci karate də bura ayacaq. Gülər və Sevinç kung-funu bilmirlər. Eyni zamanda Çin dilini də bilmirlər. Bunlara biz minus Çin yazaq. Okey. Fatimə Monqol dilini bilir, lakin kung-fuda döyüşə bilmir. Fatimə də bizdə kung-fu deyil, Monqol dilini bilir. Baxırıq ki, bizdə kung-fuya kim qaldı? Kung-fuya bir dənə qaldı Alidə, düzdürmü? Digərlərinə biz minusladıq. Sevinç judoda döyüşə bilmir. Bizdə judo da var idi. Sevinç judoda döyüşə bilmir. Judoya biz minus qoyduq. Baxaq. Alidə hansı idman... Bir dəqiqə. Sevinç aikido ilə məşğuldur deyəndə... Sevinç və Gülər kung-fu və karate. Karateni mən qeyd eləməmişəm. Deyirəm, bax, nəsə düz gəlmədi. Karatedə döyüşə bilmirlərsə, Sevincə bizdə bir dənə qalır aikido. Okey. Gülərə qalır onda judo. Düzdürmü? Onda Fatimiyə də bizdə qalır karate. Buna uyğun biz tapırıq. Ailədə hansı idman növü ilə məşğul olur? Ailədə baxırıq ki, bizdə karate ilə məşğul olur və hansı dili bilir? Deməli, bu bizdə Monqol dili idi. Digərləri də Çin dilini bilmədiyinə görə Aliyə bizdə qalır Çin dili. Deməli, kung-fu ilə məşğul olur və Çin dilini bilir. A variantı. Sonra baxaq. 30-31. 30-31. 30 tipli suallar əslində asandır. Sadəcə variantları yerinə qoymaqdan işləmək olur. Baxaq. Deyir ki, orta ölçülü dönərlə kiçik ölçülü ayran variantı. Orta ölçülü dönər götürərsə, biz yuxarıda baxırıq ki, orta ölçülü dönərdən yalnız orta və böyük ölçülü kartof fri götürə bilər. Düzdür? Orta ölçülü dönər götürürsə, orta və böyük ölçülü kartof fri. Aşağı cədvələ baxırıq. Orta ölçülü kartof fri ilə kiçik və orta ölçülü ayran, böyük ölçülü kartof fri ilə hər üç növdə ayran götürə bilir. Onda deməli, bizdə orta ölçülü dönərdən hər üç ölçüdə ayran götürməsi mümkündür. Çünki orta ölçü ilə böyük ölçü kartof fri götürsə, hər üç ölçüdə ayran götürə biləcək. Sonra deyir, kiçik ölçülü dönər ilə böyük ölçülü ayran. Baxırıq, kiçik ölçülü dönərdən yalnız orta ölçülü kartof fri götürür. Orta ölçülü kartof fri ilə isə yalnız kiçik və orta ölçülü, yəni böyük ölçüdə götürə bilmir. Deməli, B variantı bizdə səhvdir. Digərlərinə baxsaq, baxarıq ki, böyük ölçülü dönərlə kiçik ölçülü ayran. Biz bildik ki, böyük ölçülü dönərdən biz
burada veribdir. Hər üç ölçülü ayran götürmək olar, birbaşa yazılıbdır. Kiçik ölçülü dönərdən kiçik ölçülü ayran, kiçik ölçülü dönərdən orta ölçü fri götürürük. Orta ölçü fri ilə də kiçik və orta ölçülü ayran götürə bilərik. Böyük ölçülü dönərdən böyük ölçülü ayran, burada da zaten yuxarıda deyirik ki, hər üç ölçüdə ayran götürmək mümkündür. Aydındır? Yaxşı. Sonra bizdə gəlir 31. Bəlkə 31'ə siz çıxasınız. Kim çıxmaq istəyir 31'ə asandır. 5 qardaş var deyir, 15, 18, 13, 19, 14 yaşlarındadılar. 15, 18, 13, 19 və 14 yaşlarındadılar mən. Qardaşların adı mənim Hüseyin, Cavad, Əli, Hüseyin, Cavad, Əli, Elvin, Süleyman. Süleyman və Elvindir. Mənim deyir ki, Hüseyin yaşda Cavaddan böyük, Əlidən isə kiçikdir. Hüseyin yaşca Cavaddan böyük, Əlidən isə kiçikdir. Onda Hüseyin 13 yaşında ola bilməz, minimum yaş deyə. Cavaddan böyük, Əlidən isə kiçikdir. Onda 19 yaşında da ola bilməz, kiçik olduğu üçün böyük yaşdır. Süleyman qardaşların içərisində ən böyüdür. Süleyman 19, mənim bu 24'dür, 14'dür. Süleyman ən böyükdür. Hamısına minus qoyuruq. Və deyir ki, Əli yaşca Elvindən kiçikdir. Əli yaşca Elvindən kiçikdir. Mənim arasından 15 yaşında olan qardaşım kim olduğunu tapın. Elvin kiçik ola bilmir, düzdür? Aha. Onun üçün minus. Bir də orada bizə deyir ki, Hüseyin yaşlı Cavaddan böyük, Əlidən kiçikdirsə, Cavad bizdə ən böyük olduğunu yazdır. Əli də bizdə ən kiçik ola bilmir. Ən kiçik 2 dənəsi ola bilmir. Onda Çünki Əlidən kiçik ən azı 2 nəfər var da, düzdür? Aha. Əli ən kiçik 2 nəfər ola bilmir. Onda 13 yaşa kim qaldı? 13 yaşa bir dənə Cavad qalır. Bizə də 14 yaşlı aslında. Yox, 15 yaşlı. 15 yaşdan istəyirəm. Hələ ki, tapmamış. Mənim Hüseyin yaşda Cavaddan böyükdürsə, 14, 15, 18. Cavaddan böyük, Əlidən isə kiçikdir. Hüseynin qabağında Cavaddan böyük olan bir dənə 14 yaşı. 14, 15, 18 yaşı qalır. Mənim Hüseyin Cavaddan böyükdürsə, onda 13, Əlidən isə kiçikdir. Hüseyin 19 yaşında ola bilməz. 50 yaşca Elvindən kiçikdir. Mənim Hüseyin Əlidən kiçikdir. Əli də Elvindən kiçikdirsə, Elvin də onda 18 yaşı olur elə. Ən böyükdürsə Süleymandırsa. Onda Elvin ən 18 yaşında olur. Da qalır Hüseyinlə Əli mənim. Əliyə də burada 15 yaş qalır. Hüseynə də 14 yaş. Elə olmalıdır mənim. Geçək. Sonra bizdə 31'dən sonra gəlir 32. Baxdıq. Deməli, bizdə belə bir cədvəl qurduq və baxırıq. Deyir ki, bizdə dəqiq olanlara baxaq. Hüseyin deyir, yalnız 2 maneə keçə bildi. Hüseyin 2 maneə keçə bilirsə yalnız, deməli 3-cü maneədə bizdə ilişdi. Düzdürmü? Digərlərini biz minusladıq. Sonra deyir, Elməddin yarışı Hüseyndən tez tərk etdi. Onda Elməddində biz, Elməddin bizdə el yazılan idi. Deməli, yarışı tez tərk etdisə, Elməddin bizdə 4, 5, 6 ola bilmir. Yalnız birinci və ikinci yerlərdən birində olacaq. Düzdürmü? Fatih Səməddən çox maneə keçdi. Fatih Səməddən çox maneə keçdisə, Fatih bizdə birinci maneədə uduza bilmir. Eyni zamanda Səməd də bizdə
sonuncu manada, yəni axıra çıxmış ola bilmir. Qobulaşım dostlarımız da biraz böyüdür, rahat görsənsin. Aha. Sonra baxırıq nə deyir. Elmir Səməddən az, Ömərdən çox maneə keçdi. Səməddən az, Ömərdən çox maneə keçibsə Elmir, Elmir bizdə birinci maneədə də uduza bilmir. Sonra baxırıq, Elməddin yarışı Hüseyndən tez tərk etdi. Bunu götürmüşük. Elmir Səməddən az, Ömərdən çox maneə keçdi. Bunu da götürmüşük. Fatih Səməddən çox maneə keçdi. Fatih Səməddən çox maneə keçdi. Onda biz Fatih'i birinci olaraq çıxarda bilmirik. Yaxşı. Elmir deyir Səməddən az, Ömərdən çox maneə keçdi. Onda deməli bizdə olur Ömər, Elmir və Səməd. Ardıcıllıq bu qaydada gəlir. Düzdürmü? Səməd axırıncı ola bilmir. Ömər və Elmir də, Ömər də bilirik ki, birincidə keçə bilmir. Deməli, bizdə burada da keçənmədiyinə görə Ömər bu ikisindən qabaqdadır. Son iki yerdə də ola bilmir. Burada da ola bilmir. Onda baxdıq, axırıncı yer bizə kimə qaldı? Elmirə qaldı. Elmirə yox, Fatihə qaldı. Elmir də bizdə axırda ola bilmirdi də. Çünki Elmir Səməddən az maneə keçibdi. Fatihə qaldı. Digərlərini biz çıxartdıq buradan. Və bu siyahıya biz baxsaq, yenə də bizdə Səməd, Ömər, Elmir qalır. Elmir bizdə ortadadır, Ömər əvvəldədir. Ömərdən sonra bizdə 2 nəfər var da, düzdür? Onda Ömər digərində ola bilmir. Çünki digərlərin yeri məlumdur. Ömər bizdə olur ikinci manədə uduzan. Ömər oldu ikinci manədə uduzan. Qalır Elmir və Səməd. Elmir bizdə Səməddən əvvəl uduzduğuna görə Elməddinə birinci yer qalıbdır. Elməddinə birinci yer qalıbdır. Bizdə qalır Elmirdən Səməd. Elmirdən Səməd qalır. Onlar da Elmir Səməddən qabaq uduzduğuna görə Elmir 4-cü yer olur. Səməd də bizdə 5-ci yer. 5-ci yerdə də 5-ci manədən keçmiş olur. Cavab bizdə oldu Səməd. D variantı. Səməd nədir? Y variantı. Sonra baxaq, neçənin testi? Bu neçə idi? 32 idi də. 32-dən sonra 35-ə baxaq. 35-ci testin izahına baxırıq. Deməli 35, yazırıq 35. 5 rəfiqə var, dost var. Aydan, Samir, Elnarə, Elxan, bir də Gülay. Bunlar 5 peşədə işləyirlər. Bunların biri müəllimdir. Biri həkimdir. Biri bizdə mühəndisdir. Digəri vəkildir. Beşincisi isə bizdə nəçidir? Beşincisi isə bizdə mühasibdir. Okey. Bu şəkildə cədvəlimizi çəkdik. İndi baxaq. Aydının uşaqlıq arzusu həkim olmaq olsa da, o hazırda Bakı şəhərində biologiya fənni üzrə tədris aparır. Deməli, bizdə Aydan Bakı şəhərində müəllimdir. Qalanı da bir də bu yazırıq ki, yəni bu Bakıdadır. Müəllimi digərlərindən çıxartdıq, Aydandan da digər peşələri çıxartdıq. Gülay Aydanın uşaqlıq arzusu olan peşəyə yiyələnmişdir. Deməli, Aydanın uşaqlıq arzusu olan nə idi? Həkim idi. Gülay deməli bizdə həkimdir. Gülaydan digərlərini çıxartdıq və deyir, o Gəncədə işləmir. Gülaydan Gəncəyə minus qoyuruq ki, işləmir. Samirə peşəsinə uyğun olaraq konstitusiya qanunlarını yaxşı bilir.
Bizdə baxsaq peşələrdən hansı konstitusiyana əlaqəlidir? Vəkil. Samirə deməli bizdə vəkildir. Digərlərindən biz vəkili çıxartdıq. Aha. Və o qalxda nə də şəkildə işləmir. Samiriyə qalxa minus qoyduq, şəkiyə minus qoyduq. Yəni orada işləmir. Baxsaq bizdə Bakıda da işləmir. Sumqayıt və Gəncə qalır da Samiriyə. Sonra baxırıq. Elxan Sumqayıtda işləmir. Elxana da biz Sumqayıtda minus qoyduq. Bilir ki, Sumqayıtda işləmir. Mühasib olan Gəncədə işləyir. Gəncədə işləyən bizdə mühasibdir. Düzdürmü? Gəncədə işləyən mühasibdir. Elxan mühasib deyil. Deməli, onda Elxan bizdə Gəncədə də işləmir. O zaten yazmışdı. Sumqayıtda işləmir, Gəncədə də işləmir. Elxan onda bizdə nəçidir? Mühəndisdir. Digərlərini çıxartdıq. Baxsaq, Elnariyə də bizdə qalır mühasib. Yaxşı. Elnarə hansı şəhərdə və peşədə çalışır? Elnarəni biz tapdıq ki, mühasibdir. Elnarə bizdə mühasibdir. Və mühasib də Gəncədə işlədiyinə görə Gəncədə işləyir. Elnarə mühasibdir və Gəncədə işləyir. C variantı. Sonra deyir 36-cı test. 36-cı testdə deyir bizdə 4 nəfər var. Bu bizdə Ceyladır, Leyladır, Fidandır və Bəhruzdur. Bunların yaşları deməli kiçikdən böyüyə yazacağım orada olandan. Bir də Xalid də var, hər şey düşür. Xalid də var. Kiçikdən böyüyə yazacağım ki, sonra ardıcılıqda səhv salmayaq. 18-dir, 20-dir, 23-dür, 24-dür və 25-dir. Okey. Baxırıq. Deyir, Bəhruz Leyladan kiçik, Ceyladansa böyükdür. Onda deməli, Bəhruz nə 18 yaşında ola bilmir, nə 25 yaşında ola bilmir. Leyladan kiçik, Ceyladan böyükdürsə, Leyla deməli, bizdə ardıcılıq nə tər gəlir? Leyladan kiçik, Ceyladan böyükdürsə. Ceyla, Bəhruz, Leyla. Ceyla onda son 2 yaşda ola bilmir. Yəni 24 və 25 yaşda ola bilmir. Leyla da bizdə ilk 2 yaşda. Yəni 18 və 20 yaşlarında ola bilmir. Xalid yaşca ən kiçik deyil. Xalid də biz çıxartdıq ən kiçik yaşdan. Nə Fidan, nə də Xalid Ceyladan böyük deyil. Ceyliyə baxırıq ki, qabağında 3 yaş var. 18, 20, 23. Və Ceyladan kiçik 2 nəfər var. Xalid və Fidan. Ona görə Ceyla bizdə qalır 23 yaş. Digər ikisini çıxartdıq. Fidana bizdə qaldı 18 yaş. Qalanları çıxartdıq. Nə Fidan, nə də Xalid Ceyladan böyük olmadığına görə Ceyladan kiçik, Xalidin qabağında bir dənə 20 yaş qaldı. Xalidin 20 yaşı var. Digərlərini çıxartdıq. Deməli, bizdə qaldı Bəhruz və Leyla. Biz Bəhruz bilir ki, Leyladan kiçikdir. Yaşlarda da 24-25 qalıqsa, Bəhruzun 24 yaşı var. Leylanın da 25 yaşı var. Bizdə indi nə soruşur? Fidan və Bəhruzun yaşları neçədir? Fidanın 18, Bəhruzun 24 yaşı var. Fidan 18, Bəhruz 24. Y variantı. 25 yaşı. Alsı da X-dir. Sonra bu neçədir? 36. 36'dan sonra 42 gəlir. Okey. 42-ci sualın izahına baxırıq. Bizdə 4 model kompüter satılır. Bu bizdə hansıdır? Acer'dir, HP'dir, Dell'dir və Toshiba'dır. Deməli, bunları da bizdə 4 nəfər alıbdır. Səməd alıb, sonra Səməddən sonra Elgün alıb, Aytac alıb və Adəm alıbdır.
Adəm. İndi baxaq. Ən baha satılan kompüterin Aytacın aldığı ən bahalı satılan kompüterin, yəni Aytacın aldığı Dell'in operativ yaddaş həcmi 8 GB deyil. Buradan belə nəticə çıxır ki, Aytac bizdə Dell'i alıbdır və Dell'i neçəyə alıbdır? Yuxarıdakı qiymətlərə baxsaq, Dell'i bizdə 680 manata alıb və onun da ramı bizdə 8 deyil, minus 8 qoydum. Kompüter modelinin adı ilə alçın adı eyni hərflə başlayan kompüterin bu hansıdır? Baxsaq, bizdə hərflərdən uyğun gələn Adəmlə deməli Acer'dır. Adəm bizdə Acer alıbdır. Uyğun gələn kompüterin operativ yaddaşın həcmi ən az olmasa da, ən az bizdə neçədir? 4. Deməli, Acer'ın yaddaşı bizdə 4 deyil. Ən az olmasa da, Səmədin aldığı 600 manatlıq kompüterin və Dell kompüterin operativ yaddaşından azdır. Deməli, ən az deyil, ən çox 2 də deyil da. Yəni ki, 8 və 16 da deyil. Deməli, burada nədir? 6-dır. Düzdürmü? Bu bizi silək, minus 4'ü silək. Acer'ın yaddaşı bizdə 6-dır. Və deyir ki, Səmədin aldığı 600 manatlıq kompüterin, Səmədin aldığı kompüterin qiyməti neçədir? 600 manatdır. Bunu yaddaşda saxlayaq. Elgünün aldığı HP-nin qiyməti gün ərzində satılan kompüterlərin qiymətinin ədədi ortasıdır. Buna biz ədədi orta tapsaq, ədədi orta səhv etmirəmsə 560 edir. Toplayıb böləndə 560 edir. 1000, 1560, 2160, 2240. 2240 yarı böləndə də 4'ə böləndə də 560 edir. Deməli, Elgünün aldığı HP-nin qiyməti, Elgün bizdə HP-ni alıbdır və qiyməti neçədir? 560'dır. Düzdürmü? Okey. Azalma sırası da düzün. Bir də baxaq. Ən baha bunu dedik, 8 GB deyil. 8 GB deyil, 6 GB da deyil. Çünki 6 GB biz tapdıq. Düzdürmü? Kompüter modelinin adı, alıcının adı ilə eyni hərflə başlayan kompüterin operativ yaddaşın həcmi ən az olmasa da, bunu da tapdıq ki, bizdə 6'dır. Səmədin aldığı 600 manatlıq kompüter və Dell kompüterin operativ yaddaşından azdır. Deməli, bizdə Səmədin aldığı 600 manatlıq kompüter, Səməd bizdə hansı kompüteri alır? Toshibanı alır da, bir dənə bizdə Səmədə Toshiba qalıbdır. Toshiba bizdə 600 manata alınıbdır. Yaddaşı da bizdə ya eləyəcək operativ yaddaşı 8 ya 16. Çünki biz bilirik ki, Dell yaddaşından da azdır. Dell də 8 olamadığına görə, Dell bizə deyir ki, 8 deyil. Dell 8 olamadığına görə, Dell bizdə olur 16, onda Toshiba'da olur 8. HP də bir dənə bizdə qalır 4. Deməli, bizdə yaddaşın həcmi azalan sırayla düz olarsa, ən çox bizdə Dell'dir. Sonra gəlir Toshiba, sonra gəlir Acer, sonra da gəlir HP. Dell bizdə neçədir? Dell bizdə 3'dür. Toshiba bizdə 4'dür. Acer bizdə 1'dir. HP də bizdə 2'dir. 3, 4, 1, 2. A bəndi. Oldu? Sonra 42'ni dedik. 43. 43 bu tərəfdə var mı? Kiçildək biraz. Aha. Deməli, bizdə